Bir nəfər gəlir İmam Cavad əleyhissalama deyir ki, ağa bax mən dəhşət vəziyyətdəyəm. Biçarəyəm, bədbəxt olmuşam, da yaşaya bilmirəm. Necədir? Hər tərəfdən təzyiq var mənə. Paxıllar paxıllığımı çəkir, danışır. Cəmaət mənim üçün sözlər deyir. Din düşmənləri dinimə görə mənimlə mübarizə aparır. Möminlər mənə əziyyət verir. Olur belə. Mənim özüm başıma çox gəlib. Hər tərəfdən nəsə deyirlər. O deyir filankəsin adamıdır, bu deyir filankəsin adamıdır. Bu ki deyir o filankəsin adamıdır. O filankəs də deyir ki o mənim adamım deyil, filankəsin adamıdır. Başa düşürsünüz? Dindar bir cür sökür, mən dinsiz bir cür, düşmən bir cür, hər tərəfdən. Baxırsan, görürsən ki, hər tayfa sənə qarşı dayanıb, hər cür tayfa. Bu da mənim günümdəymiş. Biçarə gedib İmam Cavad əleyhissalamın yanına deyib ki, bəs belədir vəziyyət ki, hər tərəfdən belədir, imam nədirsə yaxşıdır. İmam deyir ki, fərar elə İmam Hüseynə tərəf. Qaç Kərbəlaya. Nə əlaqəsi? Kərbəlanın bununla nə əlaqəsi? Biz deyərik ki, gedim ağızların yumum, çağırım söhbətə. Filan kəs gəl, səni qane eləyəcəm, danış. Bunlar razılaşdı. Keçək o biri dəstəyə, danış, onu da razılaş. Keçək o birisi dəstəyə. Belə olmur. Hər şey danışmaqla düzəlsəydi, onda Peyğəmbərin bir dənə düşməni olmamalıydı. Danışıb qane eləməkdə bizdən hamıdan güclü Peyğəmbərdir, elə deyil. Danışmaqla düzəlmir ki. Nə deyir? Deyir ki, başını burax. Onlar nə deyirsin? Sən ged İmam Hüseynə tərəf. Yəni, get Kərbəlaya, otur, çətinlikləri həll eləmə demir. Deyir ki, içində başını burax. Əməlli ola bilsin nəsə eləsin. Başını burax, yəni içindən çıxart. Get otur, problemlərin içində olan halda. Get otur hərəmdə dinlən ki, ya Abdullah, sən nə qədər çətin oldu sənin üçün. Xanım Zeynəbin müsibətlərini yadıma sal. Deyirən ki, sən nə qədər əziyyət çəkdin, siz yollarda nələr oldu. Allah baxır mələklərə deyir, görürsünüz nə qədər dərdi sər var. Unudub, gəlib, böyük adamın dərdini özünə dərd eləyib. Onda dərdlərini çıxardın ürəyindən. Daha buna dərd vermirik. Bu dərdlər həll olundu. Çünki özü böyüklüyünü sübut elədi. Görür ki, bu böyüdür. Problemlərin çoxu əksini eləməklə həll olunur. Problemi şişirtməzsən həll olunar. Problem dərd gətirən şeydir də təbiətən. Sən problemdən aram ol, dərd çəkmə, problemin həll olunsun. Allah niyə belə qaydalar qoyub? Ona görə belə qaydalar qoyub ki, Allahı görəsən, onunla yaşayasan. Qaydaları belə ona görə qoyub.